Yusif müəllim, mən Krım Azərbaycanlıları adından sizə çox böyük salam və minnətdarlıq gətirmişəm. Çünki siz Azərbaycanın tanınması üçün belə bir gözəl veriliş yaratmışsınız. Ürəkdən minnətdarıq. Fürsətdən istifadə edib, diasporanın sədri Rəhim Ümbətovun sizə göndərdiyi minnətdarlığı təltif edirəm. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirik, tamaşaçılara da göstərək bunu. Demək, təşəkkürnamədir. Krımda yaşayan, Krımdakı Azərbaycan icması Qərib Axşamlar proqramının kollektivini və mənə təşəkkürünü bildirir. Çox minnətdarıq. Çalışacağıq ki, bundan sonra da layiq olaq buna. Yusuf müəllim, martın 12-sində keçirilən Dünya Azərbaycanlılar gənclərinin təsis qurultayının nə qədər böyük müsbət təsiri var, nəinki vətəndə yaşayan Azərbaycanlı gənclərinə, qürbətdə yaşayan Azərbaycanlı gənclərinə. Odur ki, bugün Ukraynada, Krım torpağında biz həmin gənclərə arxayınıq. Biz orta nəslin sahibləri həmin gənclərə çox arxayınıq. Bizim işimizin təməlini demək olar ki, o gənclər qurur. Odur ki, onlar bugün 20 yanvar faciəsini biz yad edərkən danışanda, Xocalı soyqırımı haqqında yığışıb nəsə bir söhbətlər aparanda, inanın ki, onların danışığına, faciəni danışmaqlarına mən gülümsərək baxıram. Həqiqətən qıraqdaşına elə gələr ki, necə yəni faciəni danışır, Arifə xanım gülümsəyir. Onların vətənə olan məhəbbətlərini görürəm. Mənim ürəyim sevinir. Odur ki, mənim gözlərim, dodaqlarım bir balaca qaçır, onların üzlərinə gülümsəyirəm. Hətta ayağa qalxıb mən öz fikrimi bildirirəm ki, siz çox sağ olun ki, belə ürəkdən vətəni çox sevirsiniz ki, faciəni mən gülümsərək qəbul edirəm. Görün, nə boyda bu məhəbbətdir. Mən çox minnətdarım Azərbaycan siyasətinə ki... Arifə xanım, deyirlər ki, dəfələrlə Qərib Axşamlar proqramında belə bir fikir səslənib ki, qürbətdə vətən daha şirin olur. Qürbətdə yaşayanlar üçün vətən daha əziz olur. Bu da oradan da belədir. Siz 17 ildən yuxarıdır ki, qürbətdə yaşayırsınız. Qürbətçi həyatı sizi üzmür ki, vətən üçün darıxmırsınız ki? Yusuf müəllim, mən vətən üçün darıxıram. Çox darıxıram. Ancaq siz biləsiniz ki, mən qürbətdə yaşadığım üçün nə qədər xoşbəxtəm. İnanın ki, bu doğrudan qəribə gələr mənim belə danışığım hər bir kəsə. Necə yəni qürbətdə yaşayasan, xoşbəxt olasan. Bunun səbəbini anladın? Bunun uşaqlıqdan mənim vətənə məhəbbətim çox böyük olub. 3-cü, 4-cü sinifdə oxuyanda muzeyə girəndə, o vaxt Sovet dövründə hər bir respublikanın kuklaları olardı, gəlincikləri olardı. Onların hər bir milli geyimi olardı o kuklaların əynində. Mənsə Azərbaycan geyiminə baxardım. Siz inanın ki, mən uçmaq istəyərdim. Həmin gəlinciyi əlimə götürüb uçmaq istəyərdim ki, qürbət eldə hamıya göstərim bu geyimi. Görün, bu nə deməkdir? Şükür Allaha ki, kimsə məni tanıyıb qürbət ölkədə, başqa dilli xalqlarda mənə deyəndə ki, Arifə xanım, sizi tanıyana qədər Azərbaycan haqqında bu fikirdə deyildik. Görün, bu nə deməkdir? Mən elə olur ki, o axşamı səhərə qədər yatmıram, ağlayıram. Necə yəni, mən vətəni bu dərəcə tanıtıra bilmişəmmi? Öz mədəniyyətimlə, öz ailə sahibliyimlə ki, Azərbaycan qadınları necə olur, necə xanımlar olur? Çox gözəl. Görünür, tək siz yox, ümumiyyətlə Krımdakı Azərbaycan icması çox mütəşəkkil, çox fəal bir icmadır. Mən istəyirəm ki, millət vəkili Novruz müəllim də bu barədə eşitsin. Elə bir həftə yoxdur ki, bizə məktub yazmasınlar. Məktub yazırlarsa deməyə sözləri var. Demək, tədbirlər keçirirlər. Tədbir keçirmək üçün bayram günlərini, əlamətlər günləri gözləmirlər. Yeni ideyalar gətirirlər ortalığa. Sizə deyim, Ukrayna parlamentinə rəsmi məktub göndərirlər və cavab alırlar. Ukraynanın ali dövlət xadimlərinə, prezidentindən tutmuş hökumət üzvlərinə qədər məktublar göndərir Azərbaycanın Krımdakı yaşayan, Krımdakı Azərbaycan icması və o məktublara cavab alır. Bu nədən xəbər verir? Ondan xəbər verir ki, bu icma fəaliyyət göstərdiyi dövrdə özünə böyük nüfuz və hörmət qazana bilib. Onu eşidirlər, ona qulaq asırlar. İkinci cəhətdən onu göstərir ki, Krımdakı Azərbaycan icması Ukraynanın ictimai-siyasi həyatına nüfuz eləyə bilir. Ukraynadakı ictimai şuuru formalaşdıra bilir, yönəldə bilir. Bax, bu yaxında 2 gün bundan qabaq yeni bir məktub almışıq bu Qərib Axşamlar proqramının elektron ünvanına. Krımdakı Azərbaycan icmasının təşəbbüsü ilə görkəmli Azərbaycan dilşünas alimi, pedaqoqu, maarifpərvər ziyalısı və şairi Bəkir Çopanzadənin seçilmiş şeirləri demək dərc olunub Azərbaycanda. Krım icması həmin kitabı Ukrayna Dövlət mükafatını təqdim edib.
Çünki Bəkir Çobanzadə Krım tatarıdır. Milliyyətcə Krım tatarı demək. Amma alim kimi, pedaqoq kimi Azərbaycanda formalaşıb. Bilirsiniz, 37-ci ildə repressiya uğrayıb, məzarı hardadır və bilinmir. Və Rəhim Hümbətov, icmanın rəhbəri bizə onu da demək çatdırır ki, may ayının axırlarında Krımda ilk dəfə olaraq türkoloji elmi praktiki konfrans keçiriləcək. Konfransın mövzusu Bəkir Çobanzadənin yaradıcılıq dünyası olacaq. Biz konfransın işinə bəri başdan uğurlar diləyirik və Krımdakı Azərbaycan icması ilə doğrudan da fəxr edirik. Bizə tez-tez məktub yazın. O məktubları biz mütləq tamaşaçılara çatdırırıq. Məktublardan söz düşmüşkən Krımda yaşayan daha bir fəal həmvətənimiz var. Ehtiyatda olan milis podpolkovniki Mehman Məmmədov. Həm də yazıcıdır. Bir kitab da bəxş edib, göndərib Qərib Axşamlar proqramına. Mehman mənim, burada onun şəkil də var, fotosu da var. Və Arifə xanımdan məktub da göndərib Qərib Axşamlar proqramına. O məktubdan kiçik bir stat sizə oxumaq istəyirik. Deyir, hörmətli Yusuf müəllim, fürsətdən istifadə edərək mən sizə Krım Azərbaycanlılarının bir fikrini də çatdırmaq istəyirəm. Biz bu fikirdəyik ki, bu Qərib Axşamlar proqramını yaradanlar olduqca həssas qəlbli insanlardır. Çünki belə bir könül oxşayan və hamının xoşuna gələn bir verilişi ancaq və ancaq həssas qəlbli insanlar yarada bilər. Ona görə də sizin hamınıza möhkəm can sağlığı, yaradıcılıq müvəffəqiyyətləri, uğurları arzulayırıq. Siz haqlısınız, hörmətli Mehman müəllim. Onu qeyd etmək istəyirəm ki, həssas qəlbləri həssas insanlar duya bilərlər. Sizə möhkəm can sağlığı, işlərinizdə yeni müvəffəqiyyətlər arzulayırıq. Qısaca məlumat verdim Krımdakı Azərbaycan icması haqqında. Krımda bu qış çox soyuq keçmişdi Novruz mənim, Bakıdakı kimi. Qar, şaxta, həmin bizim icma orada bir neçə yerdə isti sığınacaqlar qurmuşdu. Və Krımlara Azərbaycan icması adından isti çay təklif olunurdu. Baxırsan, adi bir, sadə bir məsələn təklifdir, təşəbbüsdür. Amma Azərbaycan icmasının adından olduğundan çox böyük siyasi əhəmiyyəti var. Elə deyilmi? Novruz mənim, ümumiyyətlə Azərbaycan diasporasının yaranmasının və inkişaf etməsinin qısa müddət ərzində böyük inkişaf yolu keçdi Azərbaycan diasporası. Onun tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz bir siyasi xadim kimi? Mən onu qeyd etmək istəyirəm ki, doğrudan da bu qısa bir müddətdə bizim diasporamızın təşkilatlanması, onun sistemli şəkildə fəaliyyəti, təbii ki, biz bu proseslərin şahidiyik və biz bu proseslərin inkişafını görürük. Elə bir neçə dəqiqə bundan öncə sizin dediyiniz bu faktlar, o cümlədən bizim Arifə xanımın Ukraynada, o cümlədən Krımda olan fəaliyyəti haqqında danışdı. Bu, baxmayaraq ki, qısa bir müddəti, amma çox çətin və böyük bir yoldur. Hələ bu yolu biz çox keçməliyik, Yusuf müəllim. Bu yolda